Kalori defisitindən danışaq. Kalori defisiti, defisit çatışmamazlıqdır. Yəni vitamin defisiti, ondan sonra mineral defisiti, nəyinsə də çatışmaması deməkdir. Profitsit nəyinsə də lazımından daha çox olmasıdır. Biz kalori profitsiti zamanı kökəlirik, kalori defisiti zamanı arıqlayırıq. Yəni kalori çatışmazlığı zamanı. Bu da o deməkdir ki, arıqlamaq üçün bizim enerji defisitinə ehtiyacımız var. Yəni orqanizmimizdəki doğrudan yığılan enerjinin daha az qəbuluna ehtiyac var. Bu da o deməkdir ki, biz əgər qidadan lazımi gündəlik tələbatımızın biraz daha aşağısında gündəlik kalori qəbul edəcəyimiz təqdirdə biz yavaş-yavaş arıqlayacağıq. Yavaş-yavaş bizim bədənimiz həmin o çatışmayan enerjini bədənimizdəki piylərdən kompensasiya edəcək. Və bu zaman biz bədənimizin kütləsini yavaş-yavaş itirmiş olacağıq. Bax, bu kalori defisitidir. Və bu olmasa biz qətiyyən və qətiyyən arıqlamayacağıq heç vaxt. Ona görə də mən deyirəm ki, limon arıqladır, kələm arıqladır, xiyar arıqladır, nə bilim, belə şeyləri ümumilikdə artıq beyninizdən atın hər biriniz. Heç bir arıqladan qida məhsulu yoxdur. Kalori defisiti insan arıqladır.